3 yaşlı övladının uşaq bağçasında şiddətə məruz qaldığını iddia edən valideyn Xəzər xəbərə müraciət edib. Dediyinə görə hadisə paytaxtın Suraxanı rayonundakı bağçada baş verib. Valideyn iddia edir ki, azyaşlı övladı 273 saylı bağçada artıq ikinci dəfədir ki, tərbiyəçi müəllim tərəfindən şiddət görür. Valideyn 3 yaşlı övladının 273 saylı bağçada şiddətə məruz qaldığını bildirir. Bu iddia ilə Xəzər xəbərə uşağın valideyni Aygün Adıgözəlova müraciət edib. Valideynin bildirdiyinə görə bağçanın tərbiyəçi müəllimi bıçağı qızdırıb uşağın əl nahiyəsinə, parmağına toxundurub. Onun sözlərinə görə buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimədən xahiş etməsi olub. Oktyabr ayında uşağın yaxasının cırdığını gördüm. Yəni uşağın yaxası cırılmışdı evə gəldikdə. Və uşaqdan mən soruşdum. Uşaq İlahə müəllimənin şəklini göstərdi. Və mən özünə zəng edib xəbərdarlığımı eləmişdim. Aygün Adıgözəlova deyir ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı Körpələr Evi Uşaq Bağçasının müdiriyyətinə müraciət etməyib. Valideyn iddia edir ki, bu il aprelin 8-də 3 yaşlı övladı bağçanın tərbiyəçi müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qalıb və bu dəfə daha fərqli. Gördüm ki, əlində yara izi var. Və mən bunu soruşduqda uşaq dedi ki, mama sus. Və mənə dedi ki, mama bağçada bibi yandırıbdı. Yəni uşaq mənə bildirdi ki, yəni pampersimi batırdığıma görə mən dedim, deyir, məni təmizlə, deyir, məni döydü. Döydü, mən ağladım. Mən ağlayanda deyir, qışqırdı ki, üstümə sus. Mən susmadım, deyir. Mənə getdi mətbəxdən bıçağı qızdırdı, getdi bastı əlimə. Şikayətçinin sözlərinə görə artıq məsələ ilə bağlı polisə müraciət edilib. İş prokurorluq orqanları tərəfindən araşdırılır. Suraxanı rayonu Hövsan qəsəbəsindəki 273 saylı Körpələr Evi Uşaq Bağçasının həyətindəyik. Hadisənin məhz bu müəssisədə baş verdiyi iddia olunur. Valideyn iddia edir ki, onun az yaşlı övladına sözü gedən uşaq bağçası və körpələr evində şiddət göstərilib və xəsarət yetirilib. Təfərrüatlara müəssisə rəhbərliyi və yaxud da müəssisə əməkdaşlarından cavab almağa gəlmişik. Biz uşağın əlində zədə var, amma yanıq zədəsi deyil. Valideynin dediyinə görə ki, uşağın əli yanıb. Müəllimə bildirib ki, mən yandırmamışam. Yəni hadisə bağçada baş veribsə, zədə alıbsa, ona görə üzr istəyirəm. Amma yanıq hadisəsi baş verilməyib. Sonradandan valideyn ikinci səfər yenə bizə yaxınlaşıb və deyib ki, biz ekspertə vermək istəyirik. Bağçanın tibb bacısı Könül Abdulova onu da qeyd edib ki, uşağın döyülməsində ittiham olunan tərbiyəçi müəllim İlahə Qarayeva 2024-cü ildən adı çəkilən müəssisədə işə başlayıb. Hadisədən sonra məzuniyyətə çıxdığından işə gəlmir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, Suraxanı rayon ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə bağlı polisə məlumat daxil olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir. Sevinç Vagif qızı, Vüsal Hüseynov, Xəzər xəbər. Məsələ ilə bağlı Bakı şəhəri üzrə təhsil idarəsindən isə bildirilib ki, 273 nömrəli Körpələr Evi Uşaq Bağçasında uşağa təzyiq göstərilməsi iddiası ilə əlaqədar hazırda araşdırma aparılır. Araşdırma nəticəsində iddia təsdiqini taparsa, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin olunacaq.